Salam uşaqlar, bugün sizlə fizika nəyi, nə üçün və necə öyrənir bu başlıq altında, həmçinin düzxətli bərabər sürətli hərəkət anlayışına da nəzər salacağıq. Deməli, bilirik ki, fizika sözü Yunanca physis sözündən götürülüb. Physis sözündən götürülüb, təbiət deməkdir. Təbiət deməkdir və fizika sözünü elmə ilk dəfə qədim Yunan filosofu Aristotel gətirmişdir. Daha sonra isə fizika anlayışını Azərbaycan dilinə 11-ci əsrdə yaşamış dahi Azərbaycan filosofu Bəhməniyar Əl-Azərbaycanı gətirmişdir. Biz bilirik ki, fizika təbiəti öyrənən elmlərin ən mühümüdür. O bizi əhatə edən maddi aləmin quruluşunu, xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarını öyrənir. Bilirik ki, fiziki cisim nədən təşkil olunmuşdursa, biz ona maddə deyirik. Məsələn, dəmir maddədir, dəmir qabdır. Bunlar hamısı belə deyim, dəmir maddədir, amma dəmir qab isə cisimdir. Və bilirik ki, fizikada öyrənilən hadisələr qrupundan asılı olaraq bir neçə bölmələrə ayrılır. Məsələn, mexanikadır, molekulyar fizikadır, optikadır, atom və nüvə fizikasıdır, elektrodinamikadır. Gəlir sizlə fiziki cəmiyyətlər, onların toplanması və ölçülməsi. Bilirik ki, cisim və ya hadisənin təcrübədə ölçülə bilən xarakteristikalarına fiziki cəmiyyətlər deyilir. Fiziki cəmiyyətlər iki qrupa bölünür. Vektorial cəmiyyətlər və skalyar cəmiyyətlər. Deməli, bilirik ki, skalyar cəmiyyətlər, məsələn, yəni yalnız ədədi qiymətə malik olan cəmiyyətlərdir. Yalnız ədədi qiymətə malik olan cəmiyyətlər, məsələn, skalyar, yəni yol, zaman, məsələn, kütlə, enerji və s. Vektorial cəmiyyətlər isə həm ədədi qiyməti, həm də istiqaməti olan cəmiyyətlərdir ki, bunlar da vektorial cəmiyyət adlanır. Məsələn, vektorial isə təcildir, həmçinin vektor işarəsi ilə göstərilir. F-dir, yəni qüvvədir, yer dəyişmədir və s. Gəlirik sizlə uşaqlar. Gəlirik sizlə cihazın bir bölgüsünün qiymətini və cihazın xətasının tapılmasına. Deməli, uşaqlar, yadınızda qalsın ki, bir bölgünün qiymətini tapmaq üçün iki bölgü qiymətin fərqini onlar arasındakı bölgülərin sayına bölmək lazımdır. Buradakı n bölgülərin sayıdır. N bölgülərin sayı. Məsələn, bizə belə bir xəttkeş verilibdir. Tutaq ki, olsun xəttkeşimiz bizim 3 santimetrlik. Baxın uşaqlar, deməli bir bölgünün qiyməti tapmaq üçün necə edəcəyik? 0 ilə məsələn deyirəm bu nöqtələr. Məsələn 0 ilə 1 olsun və yaxud da 1 ilə 2 olsun, fərqi yoxdur. 0 ilə 1 arasında bölgülərin sayı 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. Həmçinin 1 ilə 2-ni də saysaq 1, 2, 3, 4 bölgü var. Deməli, məsələn 1 ilə 0 götürsək 1 çıxasın 0 bölünsün. 1 ilə 0 arasında neçə bölgü var idi? 4. Yəni 1 bölünsün 4 bizə verəcək 0,25. Xəttkeşimiz santimetrlədir. Ona görə santimetr yazırıq. Yəni bir bölgünün qiyməti tapmaq üçün iki bölgü qiymətin fərqini onlar arasındakı bölgülərin sayına bölürük. Və uşaqlar, mütləq xəta və cihazın xətası necə tapılır? Mütləq xəta deyilə bilər, həmçinin cihazın xətası. Hər ikisinin 2 dənə adı var. Bu zaman neyini? Cihazın xətası və yaxud da mütləq xəta bir bölgünün qiymətinin yarısıdır. Bir bölgünün qiymətinin yarısı. Bir bölgünün qiymətinin yarısını neçə almışdıq? 0,25. Bunun yarısı isə eləcək 0,125. Xəttkeşimiz də santimetrdir. Ona görə santimetrlə qeyd edirəm. Və belə. Ümid edirəm, daha sizə aydındır. Daha sonra gəliriksə fiziki cəmiyyətlər, onlar arasındakı qrafiklərin asıllıqları. Məsələn, birinci halda deyirəm, y bərabərdir kx funksiyasına görə. Deməli, y burada baxarıq ki, x ilə düz asılıdır. Yəni, düz mütənasib. Deməli, uşaqlar, burada düz mütənasibdir. Həmçinin burada baxın, 0-dan yuxarıda müsbət qiymət isə k müsbət, yəni k böyükdür 0, burada isə k kiçikdir 0. İkinci halda deyirəm, y bərabərdir k bölünsün x. Baxarıq ki, burada y x ilə tərs asılıdır, yəni tərs mütənasib.
Üçüncü halda deyirəm, y bərabərdir kökdə x. Yəni ifadə kökün altı olarsa, bu zaman qrafik kök altı qrafik olacaq bu formada. Dördüncü halda deyirəm, kvadratik funksiya olarsa. Y x-lə kvadratik funksiya olarsa. Bu zaman olacaq bu formada. Beşinci halda deyirəm isə y bərabərdir konstant. Yəni y x-dən sabit olacaq. Yəni aslı deyil. Yəni sabit aslı deyil. Bu da belə. İndi gəlirik sizlə faiz. Biz bilirik ki, ədədin %1 hissəsinə faiz deyilir. Ədədin %1 hissəsinə deyilir faiz. Həmçinin uşaqlar faizli ifadə olunur. Məsələn, deyəcəklər ki, 20% artma. 20% artma dedikdə, onda nə edəcəyik? 1-in üzərinə gələcəyik. Bizə verilən faiz 20%, bölünsün 100%. Bu da verəcək 20-ni 100-ə bölürük 0.2, 1-lə 0.2 toplasaq, eləcək 1.2 dəfə artma. Məsələn, deyərlər ki, 70% azalma. Azalmanda, baxın göstərək, azalma deyirsə, bu zaman 1-dən çıxacaq 70% bölünsün 100%. 1-dən çıxacaq 0.7-ni, bu da verəcək bizə 0.3 dəfə azalma müşahidə edilibmiş. Yəni, belə yadda saxlaya bilərsiniz ki, artma deyirsə, 1-in üzərinə gəlirəm, bizə verilən faiz x% bölünsün 100. Deməli, burada deməli, artma deyirsə, amma azalma deyirsə, nə edəcəksiniz? 1-dən çıxacaqsınız, x% bölünsün 100%. Bu da belə bizim düsturlarımız. Gəlir sizdən uşaqlar, həndəsi fiqurlarının sahəsi, həndəsi düsturlar. Məsələn, düzbucaqlı üçbucaqda. Düzbucaqlı üçbucağın sahəsi bilirik ki, s bərabərdir 2-də 1 AB ilə hesablanır. Məsələn, düzbucaqlının sahəsi s bərabərdir a vurulsun b. Həmçinin kvadratda isə s bərabərdir a kvadratı, trapesiya isə a üstə gələk b bölünsün 2 vurulsun h. Və bilirik ki, çevrənin uzunluğu l bərabərdir 2 pi r və yaxud da pi-də düsturunun hesablanır. Bilirik ki, diametr özü 2r radiusuna bərabərdir. Və dairənin sahəsi isə s bərabərdir pi r kvadratı, həmçinin pi-də kvadratı bölünsün 4 ilə hesablanır. Kürənin həcm düsturu isə v bərabərdir 3-də 4 pi r kubu. Düzbucaqlını yazdıq, trapesiyanı yazdıq. Bu da belə, yəni əsas düsturlar bunlardır. İndi sizlə yazırıq törəmə. Törəmə. Deməli, çox yadınızda qalsın ki, sabit ədədin törəməsi 0-a bərabərdir. Yəni ki, və həmçinin sabit ədəd, məsələn, C hərfinə işarə olunur. Yəni ki, sabit ədəd 0-dır. Burada C sabitdir. Yazıram. Tutaq ki, deyəcəklər ki, mənfi 20-nin törəməsi 0-dır. Məsələn, 5-in törəməsi 0-a bərabərdir. X-in törəməsi 1-ə bərabərdir. 2x-in törəməsi 2-yə bərabərdir. 25x-in törəməsi ilə 25-in özünə bərabərdir. X kvadratının törəməsi 2x-ə bərabərdir. Sonra x kubunun törəməsi isə, baxın uşaqlar, qarşısında təsəvvür edin ki, bunun əmsalında 1 var. 1 vurulur 3-ə, eləyəcək 3x, qüvvətdən 1 var aşağı, yəni 3x kvadrat olacaq. Məsələn, deyirəm, x üstü 4 törəməsi. Qarşısında 1 var, 1 dəfə 4-üm 4, eləyəcək 4x, qüvvətdən 1 var aşağı, eləyəcək 4x-in kubu. Məsələn, 2x kvadratının törəməsi bizə verəcək 4x. Məsələn, 3x kvadratının törəməsi eləyəcək 6x. Ümid edirəm, bunlar aydındır. Məsələn, deyirəm,
3x kubunun törəməsi 3,9x və qüvvətdən vahid bir vahid aşağı olacaq nə? 9x kvadratı. Yəni uşaqlar bilirik ki, beynəlxalq sistemdə 7 əsas vahid var. Beynəlxalq sistemdə 7 əsas vahid. Deməli, bunlar birinci kütlə kiloqram, məsafə metr, üçüncü zaman saniyə, temperatur Kelvin, işıq şiddəti kandela, maddə miqdarı mol, yedinci isə cərəyan şiddəti amper. Yəni, beynəlxalq sistemdə 7 əsas vahid bunlardır və bunlar da biz bilirik ki, yəni vacibdir. Yəni, bunları əzbər ölmək vacibdir. Sizlə davam edirik. Məsələn, uşaqlar, zaman vahidləri. Məsələn, zamanın vahidi biz bilirik ki, saniyədir və saniyə ölçəndə ölçülür. Bilirik ki, bir ilimiz 12 ay, həmçinin 365 gündür. Bir sutkamız 24 saat. Bir saatimiz 60 dəqiqə. Həmçinin 3600 saniyə bərabərdir. Bir dəqiqəmiz isə 60 saniyədir. Və bilirik ki, 1 ton 1000 kiloqram, 1 kiloqramımız 1000 qram, 1 qramımız 0,1 kiloqrama bərabərdir. 1 sentner isə 100 kiloqram. Həmçinin onun kvadratı kimi də yaza bilərik. 10^2. Uzunluq vahidləri isə, məsələn, 1 kilometrimiz 10^3 metrdir. 1 desimetrimiz 10^-1 metrə bərabərdir. 1 santimetrimiz 10^-2 metrdir. Həmçinin 1 millimetr 10^3, 10^-3 metrə bərabərdir. İndi sizlə yazırıq sahə vahidlərini. Sahə vahidləri, məsələn, 1 kvadrat millimetr 10^-6 kvadrat metrə bərabərdir. 1 kvadrat santimetrimiz 10^-4 metrin kvadratına bərabərdir. 1 kvadrat desimetr 10^-2 metrə bərabərdir. Metr kvadratına təbii ki. 1 ar 100 kvadrat metr. 1 hektar isə yəni 100 ara bərabərdir. 1 kvadrat kilometr isə 10^6 metrin kvadratına bərabərdir. İndi sizə yazırıq həcm vahidlərini. Həcm vahidləri isə 1 kub millimetr 10^-9 metr kubuna bərabərdir. 1 kub santimetr 10^-6 metrin kubuna bərabərdir. 1 kub kilometr 10^-9 metrin kubuna bərabərdir. 1 litrimiz isə 1 kub desimetrdir. 1 litrimiz 10^-3 kub metrdir. 1 kub metrimiz isə 10^3 litrə bərabərdir. Bu da belə. İndi uşaqlar sizdən keçirib mexaniki hərəkət, yol və yer dəyişmə. Yəni, sürətli bərabər sürətli hərəkət anlayışını. Mövzunun adını yazıram.
Deməli, uşaqlar, bilirik ki, mexanika maddi nöqtənin, cisim və ya cisimlər sisteminin hərəkət qanunlarını, onun yaranma və dəyişmə səbəblərini öyrənən fizikanın bölməsidir. Və bilirik ki, mexanikanı 4 hissəyə bölmək olar: kinematika, dinamika, statika və maye və qazların mexanikası. Bilirik ki, kinematika cisim və cisimlər sistemləri arasındakı qarşılıqlı təsiri nəzərə almadan onların hərəkətini öyrənir. Mexaniki hərəkət isə bir cismin başqa bir cismə nəzərən və ya baxılan cismin hissələrinin bir-birinə nəzərən hərəkətinə deyilir. Və uşaqlar, mexanikanın əsas məsələsi isə istənilən zaman anında cismin koordinatını təyin etməkdir. Və cismin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, o hesablama cismi adlanır. Hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı ölçən cihaz isə hesablama sistemini təşkil edir. Və maddi nöqtə nədir? Maddi nöqtə verilən şəraitdə ölçüsü və forması nəzərə alınmayacaq dərəcədə kiçik olan cisimlərdir. Daha sonra sizlə gəlirik maddi nöqtənin hərəkət hansı, belə deyim də, trayektoriya anlayışına. Görək trayektoriya nədir? Trayektoriya maddi nöqtənin hərəkəti, belə deyim, hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir və trayektoriyanın, belə deyim, trayektoriyaya görə mexanik hərəkətin 2 növü var. Bilirik ki, birinci düz xəttli hərəkət, ikinci isə əyri xəttli hərəkət. Deməli, uşaqlar, düz xəttli hərəkətdə adından məlum. Məsələn, bir düz xətt üzrə baş verir. Düz xəttli hərəkətdə. Məsələn, deyirəm, bura bir A nöqtəsi olsun, burada bir B nöqtəsi olsun. Bu zaman düz xəttli hərəkətdə yol yer dəyişməyə bərabər olur. Əyri xəttli hərəkətdə isə yol yer dəyişimində böyük olur. Tutaq ki, bura bir C deyək, bura bir D nöqtəsi deyək. Baxın uşaqlar, bu nöqtə, bu düz xətt bizim yer dəyişməmizdir. Yol isə, qeyd edirik, yol yer dəyişimindən böyük olur. Nə vaxt? Əyri xəttli hərəkətdə. İndi sizlə danışırıq yol və yer dəyişmə haqqında. Bilirik ki, uşaqlar, yol hərəkət trayektoriyasının uzunluğudur. Həmçinin L və ya əsərlə işarə olunur. Müsbət skalyar cəmiyyətdir. Həmçinin yol heç vaxt 0 və mənfi qiymət ala bilməz. Yəni ki, adını mən dediyi kimi yol müsbət skalyardır. Mənfi qiymət ala bilməz. Və yolun və yer dəyişmənin həmçinin vahidi 1 metrdir. Metra, ruletka, xəttkeş ölçü lenti ilə ölçülür. Ölçü cihazlardır bunlar. İndi gəlirik sizlə yer dəyişmə. Yer dəyişmə isə uşaqlar, cismin başlanğıc və sonunu birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır və yer dəyişmə əsərinə işarə olunur, vektorialdır. Yenə də vahidi metrdir. Metr yadınızda qalsın, yol və yer dəyişmənin vahidi metrdir. Ölçü cihazları da eynidir. Yəni ölçü lentidir, xəttkeşdir, metradır, ruletkadır. Və uşaqlar, yer dəyişmə yoldan fərqli olaraq 0 və mənfi qiymət ala bilər. İndi isə sizə yazırıq cismin yer dəyişməsinin x və y oxları üzrə proyeksiyaları. Məsələn, bilirik ki, sx bərabərdir, x çıxılsın x0, sy bərabərdir, y çıxılsın y0. Burada x0, y0 başlanğıc koordinat, x və y isə son koordinatdır. Və uşaqlar, yer dəyişmə vektorunun uzunluğu isə düsturumuz olacaq. Modulcu s bərabərdir. Kök altında sx kvadratı üstə gəlir sy-in kvadratına. Burada da biz sx-in yerinə yazmışdıq. X çıxılsın x0. Onda ifadəmiz olacaq. X çıxılsın x0 kvadratı üstə gəlir. Y-in yerinə yazacağım. Y çıxılsın y0 kvadratı. Amma kökün altında. Bu da belə. Və uşaqlar, düz xəttli hərəkətdə cismin son koordinatı ifadəmiz olacaq. X bərabərdir. x0 üstə gəlir sx. Və əgər cisim bərabər zaman intervallarında eyni yer dəyişmələr icra edirsə, onda belə hərəkət düzxəttli bərabər sürətli hərəkət adlanır. Və düzxəttli bərabər sürətli hərəkətdə bilirdik ki, V konstant olur. Yəni, sürət sabit olur.
Deməli, gəlirik sizdən sürət anlayışına. Sürət. Deməli, uşaqlar, sürət nədir? Vahid zamanda gedilən yola deyilir sürət və ya cismin yer dəyişməsinin bu yer dəyişməyə sərf olunan zaman nisbətinə deyilir. Və sürət V hərfinə işarə olunur, vektorialdır və bərabərdir S bölünsün T. Yəni, burada yol da ola bilər və yaxud da L bölünsün T. Yol da ola bilər, yer dəyişmə də ola bilər. Və bilirik ki, sürətin vahidi, yolun yer dəyişmə vahidi metr, zamanın vahidi isə saniyə. Yəni, vahidi olacaq metr bölünsün saniyə və sürət spidometr adlanan cihazla ölçülür. Həmçinin spidometr olmasa, ölçü lenti və ya xəttkeş, metra fərqi yoxdur. Ölçü lenti və ya saniyə ölçənlə ölçülər. Və uşaqlar, düzxətli bərabər sürətli hərəkətdə sürətin qiymət və istiqamət dəyişmir. Dediyimiz kimi V bərabərdir konstant olur. Və sürətin zamanın asılılığı isə VT-dən sabit olur. Burada V-nin qiyməti müsbət, burada isə mənfi olacaq. Çünki sıfırdan aşağıdır. Burada isə sıfırdır. Vx bərabərdir sıfıra. Və uşaqlar, V bərabərdir S bölünsün T-dən biz buradan S-i tapsaq olacaq S bərabərdir VT. Yol və yer dəyişmə zamanla düz asılıdır. Və buradakı qalan bucaq bizim alfa bucağı. Götürsək, qarşı katidin bitişik katidə olan nisbəti verirdi bizə tangens alfanı. Yəni, tangens alfa nəyə bərabərdir? S bölünsün T-yə, bu da verir bizə V sürəti. Və bilirik ki, həmçinin ani sürətdə spidometrlə ölçülür. Spidometrlə ölçülür, yadınızda qalsın. Daha sonra sizdən gəlirik orta sürət. Orta sürət. Bilirik ki, orta sürət ümumi yolun ümumi zaman olan nisbətidir. Və orta bərabərdir S ümumi bölünsün T ümumi. Yəni, ümumi yolun ümumi zaman olan nisbəti. Və yaxud da S1 üstəgələ S2 bölünsün T1 üstəgələ T2. Həmçinin uşaqlar, burada S-in yerinə biz VT ifadəsini nəzərə alsaq, həmçinin T-nin yerinə S bölünsün V yazsaq, onda nə olacaq düsturumuz? S-in yerinə VT yazsaq olacaq V1 T1 üstəgəl V2 T2 bölünsün T1 üstəgələ T2. Həmçinin T-nin yerinə S bölünsün V yazsaq olacaq S1 üstəgələ S2 bölünsün S1 bölünsün V1 üstəgəl S2 bölünsün V2-yə. Bu da belə. Və uşaqlar, əgər cisim ardıcıl bərabər zaman müddətlərində, yəni T1 T2-yə bərabər olan müddətdə, bu zaman orta sürət olacaq V orta bərabərdir V1 üstəgələ V2 bölünsün 2. Yox, əgər 3 ardıcıl bərabər zaman müddəti deyirsə, T1 T2-yə bərabərdir, o da bərabərdir T3, bu zaman olacaq V orta bərabərdir V1 üstəgələ V2 üstəgəl V3 bölünsün 3-ə olacaq. Və uşaqlar, yolun 2 bərabər hissəyə bölündüyü halda və eyni yolu gedib qayıtdıqda orta sürət olacaq V orta bərabərdir 2V1 V2 bölünsün V1 üstəgələ V2. Yolun 3 bərabər hissəyə bölündüyü halda ümumi yolda orta sürət deyirsə, olacaq V orta bərabərdir 3V1 V2 V3 bölünsün V1 V2 üstəgələ V2 V3 üstəgəl V1 V3-ə bərabər olacaq. Bu da belə. Aşağıda orta sürətində vahidi ilə metr bölünsün saniyədir. Gəlirik sizlə nisbi sürət. Nisbi sürət. Əgər birinci cismin yerə nəzərən sürəti V1, ikinci cismin yerə nəzərən sürəti V2 olarsa, onda birinci cismin ikinci cismə nəzərən sürəti belə ifadə olunacaq. Gəlin sizlə belə bir deməli, yenə deyirəm, bura bir V1 desək, buna bir V2 desək, biz də bilirik ki, üçbucaq qaydasına əsasən biz bunu, yəni vektorların toplanma qaydasına əsasən, biz bilirik ki, biz bunu üçbucağa tamamlamalıyıq. Üçbucağa tamamladıq. Bəs yaxşı, oxu necə qoyacaq? Yenə deyirəm, əgər belə deyim, birinci cismin
ikinci cismə nəzərən sürəti deyirsə, oxu elə birincinin oxu istiqamətində qoyacağıq. Məsələn, birinci dedisə, birincinin adı birinci çəkilsə, elə oxu elə V1 istiqamətində qoyulacaq. Yox, əgər məsələn, belə olmazsa, indi başqa formada. Uşaqlar, bu sisteməsini ayrı-ayrılıqda da verə bilər. Məsələn, bura olar V1, bu olar V2. Bu zaman yenə də belə formada verirsə, yenə desək ki, ikincinin birinciyə bu dəfə desək, yəni ikincinin, deyəcək ki, ikincisinin birinci olan nisbəti. Və yəni nəzərən, vektorların toplanma qaydasına əsasən biz də bilir ki, yenə də biz bunu üçbucağa tamamlayacağıq. Yəni verilən, baxın, V1-in istiqaməti olduğu kimi V1 və V2-nin istiqaməti isə yenə gətirib buna uyğun olaraq üçbucağa tamamlayırıq olduğu kimi. Yenə də gətirdik, tamamlayırıq. İndi bizə ikincinin birinciyə deyib, bax, ikincinin adı baxın, birinci çəkilibdir. Ona görə oxu gətirib, bax, elə V2 istiqamətində olacaq. Bu da belə. Və bilirik ki, xüsusi hallarda, məsələn, nisbi sürətin modulu belə təyin olunur. Yəni, cisimlər eyni istiqamətdə olarsa, deməli, dedik ki, birinci halda cisimlər eyni istiqamətdə olarsa, eyni istiqamətdə bu V1-in qiyməti olsun 8 metr bölünsün saniyə. İstiqamətlər eyni olsun 12 metr bölünsün saniyə. Dedik ki, eyni istiqamətdə sürətlər çıxılır. V bərabərdir. V2 çıxılsın V1. V2-nin qiyməti 12 çıxılsın 8. Eləcə 4 metr bölünsün saniyə. Məsələn, ikinci halda. Deyəlim, qarşı-qarşıya və yaxud da əks istiqamətdə olarsa, və yaxud da qarşı-qarşıya da ola bilər. Bir belə halda bir də qarşı-qarşıya olarsa, bu zaman sürətlər toplanacaq. V1 üstəgələ V2. Üçüncü halda isə perpendikülər ola bilər. Yəni, cisimlər bir-birinə qarşılıqlı perpendikülər olarsa, V1-in qiyməti, bu da V2-nin qiyməti. Baxın, 90 dərəcə bucaq verilirsə, bu zaman olacaq V bərabərdir. V1 kvadratı biliyoruz V2-nin kvadratına. Bu da belə. Sağ olun uşaqlar, hələlik. İnşallah növbəti dərslərdə görüşənədək.